Salam əziz gözəl izləyicilərim. Bugün sizinlə ingilis dilində sözlər və onların mənalarına baxacağıq. Bir dəqiqə. Gəlin başlayaq. Hiss etmək. Hiss etməyin mənası olacaq. Dəqiqə, yaxşıdır. Hiss etməyin mənası olacaq da feel. Feel. Sevmək. Love. Sözlərin burası mənası yazın. Olmaq. Become. İndi sözlərin burada mənasını yazın. Sevmək deyək. Love. Sonra become olmaq. Sonra deyirik. Demək, say. Sonra deyək, want, istəmək. Hate, nifrət etmək. Gəlin elə başlayaq mənalarını yazmaq. Say, demək. Want, istəmək. Hate, nifrət etmək. İndi isə bu sözləri belə böyüdək. Burada bu sözlər digər tərəfə baxaq indi. Digər tərəfdə isə baxaq nə? Jump, hoppanmaq. Hoppanmaq. Bir dəqiqə. Jump, hoppanmaq. Sonra get on, minmək. Get off, düşmək. Yazaq onlarda. Və get off. Get on məsəl üçün minmək deyirik. Nəyə minə bilərik uşaqlar? Qatara. Nəyə düşə bilərik? Düşmək. Qatardan. Dəqiqə sözü səhv yazdım. Qatardan düşə bilərik. Qatara minmək, qatardan düşmək. Deyirik ki, dans. Sizə vacib olan sözlər deyirəm. Dans, rəqs etmək. Deyirik order. Order. Sifariş eləmək. Sifariş etmək. Burada da bu tərəfdə bu sözlər olsun. Şimdi ayıraq buranı belə. Yaxınlaşdıraq bu tərəfdən izah edeyim sizə. Üstün vermək, prefer. Prefer, üstün vermək. Üstün vermək. Sonra drink. Drink, bir de drink içməkdir. Drink içmək. Sonra three, padnos. Padnos. Sonra come back. Come back. Geri gelmek. Geri gelmek. Wait for. Wait for. Gözlemek. Drive.
Neyləmək? Maşın sürmək. Learn. Learn. Öyrənmək. Look like. Look like. Nədir look like? Oxşamaq. Oxşamaq. Write. Write. Yazmaq. Amma bunun tələffüzü V demirik. W hərfini deməkdir. Write. Write. Yəni deyiləndə write V hərfi də W hərfi də yəni çıxır da. Write. Do homework. Do homework. Ev tapşırığı etmək. Ev tapşırığı sözünün etmək. Ev tapşırığı etmək. Sonra give. Give. Və give. Get. Get up. Birinci sözləri belə yazaq. Və try. Try sözünün yorğun deyirik. Mənası yox. Get up. Yuxudan durmaq deyirik. Yuxudan durmaq. Get. Oraya get yazmıyorum. Əldə etmək. Əldə etmək. Give vermək. Bir dəqiqə. Vermək. Bunlar da bu sözlərdir. Bir də sizə deyim ki, when, under. When də nə zaman deməkdir, under da nə zaman deməkdir. Məsələn, deyir ki, when I go school, I wear short. When I go school. Nə vaxt, nə zaman gedəcəm? Nə zaman mən gedəcəm məktəbə? Sonra sizə sözlər deyim. Sonra indi başlayaq digər sözlərimizin mənasına baxaq. Digər sözlərimizin mənası kiss. Birinci İngilis sözlərini yazaq, sonra mənaları yazaq. Talk to. Say. Prefer. Prefer. Meet. Sonra listen to. Listen to. Bugünlük sizinlə bu sözləri öyrənəcəm. Yəni sizə bu sözlərin mənasını verəcəm. Sonra bir də hop. Bir də hop. İndi bu sözlərin mənasını sizə deyirəm. Kiss öpmək deməkdir. Talk to. Talk to uşaqlar. Danışmaq deməkdir. Say demək deməkdir. Yəni demək. Prefer üstün vermək. Meet meet yox. Görüşmək. Meet belə yox uşaqlar. Görürsən? Meet olmalıydı. Meet. Listen to dinləmək.
dinləmək. Hopdakı uşaqlar. Hop, necə deyim sizə? Ümid etmək deməkdir. Ümid etmək. Uşaqlar, bugünlük sizə ingilis dilində bu sözlərin mənasını dedim. Belə eləyək. Bu sözlərin mənasını dedim. Hansı sözlər sizə tam aydın olmadı? Gələn dəfə onların izahlarını verəcəm. Buraya yazaq ingiliscə sözlər. Sözlərin mənası, uşaqlar. Hiss etmək, sevmək, bunlar Azərbaycan dilindədir, amma ingilis dilində tərcümələrini görürsünüz, hər bir səhifəsində yazmışam. Bunları dəftərinizə köçürməyə və hər bir imtahanda düşən sözlərdir bunlar. Bunları dəftərinizə köçürməyinizi istəyərəm və bu sözləri harda qarşınıza çıxarkən sözlərin mənasını asanlıqla tapmaq sizə daha rahat olacaq. Gələn dəfə başqa bir şey izah edəcəm, başqa bir dərs izah edəcəm. Bugünlük bu qədər. Sağ olun, salamat qalın əziz izləyicilərim. Kanalıma abunə olub, bütün videolarıma like atmağı unutmayın. Və yeni atdığım atomun quruluşu və biyologiya haqqında olan videoları izləməyi unutmayın. Sağ olun, salamat qalın.